Velosipedlərin fonunda istəyirəm sizə göstərim mənim oğluşum mənə necə kofe edib mənim tezə çaşkamda. Hamınızı xoş gördüm kanalımda və bugün yeni vlogla sizinləyəm. Bugünkü vlog ümid edirəm sizin üçün çox maraqlı olacaq. Çünki bugün hələ çox planlarım var. Geçen videomda toxuduğum artıq ki bu kardiganı bitirdim və demişdim ki sizə mütləq gələn videomda göstərəcəm nəticə necə oldu. Hələ ki səhərdir, gördüyünüz kimi kofe içəndən sonra başlayıram bunu tikməyə. Bir dənə qalıb cibləri və indi ciblərində tikib geyinib göstərəcəm sizə necə alındısa. Və keçən videolarımda demişdim ki biraz toxuyandan sonra bu ağır oldu, sıx oldu, həmin yumuşaq aldığım sap kimi qalmadı. Amma ki qızlar çox araşdırdım və başa düşdüm ki bunu adətən bu sapla toxuyanda çox iri, ən böyük 12-15 milimetrlik krючокla toxumaq lazımdır ya da ki spitsadan ki bu boş qalsın sapların məsafələri və onda yumuşaq qalır. Amma ki bir də onu araşdırdım ki elə toxusaydım bu kardigan daha belə əski kimi görünəcəkdi üzərimdə. Ona görə hələ belə toxuduğum üçün mən 9 milli ilə toxumuşam deyənə hələ daha da yaxşı oldu. Düzdür biraz ağır oldu amma belə baxanda bütün qış paltarları, üst geyimləri yoxsa da ağır olur. Ona görə bir balaca qısa palto kimi ağır olsa da belə çox maraqlı bir şey alındı. Nəhayət ki toxuyub bitirdim. Baxın necə alındı. Biraz aşağısı fırlanır amma bu tezə toxuduğum üçündür. Biraz bunu yuyub soyuq suda yerdə ya da stolun üstündə belə düz bir yerdə sərmək lazımdır ki bütün hər yeri düzəlsin. Belə kombinə elədim rəngləri və belə bir şey alındı. Birinci dəfə toxuduğum üçün bilirəm bəzi nüanslar var, hansılar ki daha yaxşı eləmək olardı. Amma birinci dəfə toxuduğum üçün məncə kifayətdir, yaxşıdır. İnşallah gələn toxuyan kardiganlarım bundan qat-qat yaxşı olar. Sonra isə həmişəki kimi işə getdim və işdə uşaqlarla məşğul oldum. Hal-hazırdakı bu uşaq mənim yanıma gələndə heç danışmırdı, amma hal-hazırda artıq sözləri deməyə başlayıb. Bilirsiniz ki mənim işimdə çoxlu belə oyuncaq vəsait kimi lazımdır. Ona görə biz belə deyək bütün ailəlikcə gəldik. Səhər mən işə çıxanda hamı mənə çıxdı. Onlar hələ həyətdə parkda oynayırlar və gözləyirlər ki biz birlikdə bir mağazinə gedək. Bu yaxınlıqda bir mağazin var. Hansındakı çox gözəl qiymətlərə oyuncaqlar var və istəyirəm uşaqlarıma da alım. Öz işimlə bağlı işim üçün də lazım olan oyuncaqları alım. Çünki bütün uşaqlar oyunda inkişaf edir. Ona görə nə qədər çox vəsait məndə olar, nə qədər çox süjet yarada bilsək uşaqlarla o qədər onlar üçün də yaxşıdır. Bu isə həmin mağazində hansından ki mən sizə danışırdım və görün burada nə qədər oyuncaq var və cəmi-cümü məsəl üçün bu qatar 4 manatdır. Bunlar isə biraz düzdür qiyməti yüksəkdir. 18 manataydı amma yenə də o qədər də pis deyil belə böyük bir oyuncaq üçün və Emil bunu seçdi. Biz isə davam edirik mağazin gəzməyə və burada nə varsa baxmağa. Burada belə daraqlar, bijuteriyalar var. Mağazində hər bir şeylər var və sadə adi mağazindir. Bunu poliklinikada gözləyərkən elə belə gəzirdim. Həyətdə gördüm ki belə bir Univermag yazılan mağazin var və daxil oldum bura ki baxım nə var və həm də vaxtımı öldürüm. Gördüm ki burada hər bir şey var və maraqlı şeylər çoxdur. Bu qablar çox ürəyimə yatdı və bu çaşkanı bugün özümə aldım. Amma bu qabın hər bir hissəsi, hər bir deməli qabı duxovka üçündə, soba üçündə qablar var idi. Hamısı çox münasib qiymətə idi. Belə bir şam qabları da var burada, plastiklər də var. Mənim isə çox xoşum gələn bu servislərdir və bu şamdanlar. Servislər deməli çay servisi sadəcə olaraq 6 dənə çaşka ilə nəlbəkilər 35-40 manataydı. Bu qazanlar isə 18, 17, 19 manat arasındaydı. Biz işə hər şeyi aldıq, artıq qayıdırıq evə və baxın burada necə balaca gözəlliklər var. Biz gəlmişik evə və Emilə bunu aldıq oradan. Kassa alıb özünə. İndi satıcı işləyəcək. Baxın. Oy, bu da kassasıdır. Knopkaya basan kimi kassa açılır. Bu da bilmirəm buna nə deyirlər. Oy. Oy, смотри. Baxın nə gözəldir. Burada işıq da yanır. Басна стойка. Нет, там карточки делаешь. Так, давай покажу. Карточку берешь и так делаешь. Давай-ка я вам покажу. Карта, это деньги. Карту. Где карта?
Вот. Ладно, сюда. Вот так. Ладно, это... Отлично. Deməli biz nələr aldıq qızlar? İndi hamısını göstərəcəm və qiymətlərini də deyəcəm. 12 manata belə bir çaşka aldıq. Bunu Albina istədi. Baxın nə gözəldir. Bu da bunun boş qabı. Elə bir lepkadır. Belə bir daraq aldı Albina özünə. Deməli bu 1 manat 40 qəpiyyədir. Cəmi cümü. Bu prosta üzgüçlüyə gedəndə bunu aparmaq istəyir. Belə bir maşın aldım uşaqlar üçün oynamağa. İşimlə bağlı 3.50. Belə bir maşınlar aldım. Burada çox bir şeylər öyrətmək olar uşaqlara, həm də rəngləri görürsünüz. Bu da deməli neçə? Bu mağazində çox ucuzdu oyuncaqlar, 9 manatdır. Belə bir maşın aldım. Bu deməli 1.80-dir. Bunu nə üçün almışam? Qumla oynayan uşaqlar üçün. Görürsünüz balaca lapatkası da var, vedrəsi də var. Çox maraqlıdır. Bunu Kamil üçün almışam. Emil üçün almışam. 3 manatdır. Bunu da öz uşaqlarım üçün almışam. Belə heyvanları bura qoymaq. Hərdən uşaqlar istəmirlər heyvanlarla oynamaq. Bunu da qoyanda amma adlarını demək olar, aparmaq olar. Bu da 6 manata. Çox gözəldir. Özümə də bir dənə çaşka aldım. Belə çox gözəl çaşkadır. Mən bu çaşkaya vuruldum. Bunun tam servisi var. Bunun soba üçün olan qabları var. Yəqin onlardan da alacağım. Çünki çox münasib qiymətə idi. Soba üçün olan böyük qab cəmi 9 manata idi. Bu dəfə almadım, amma gələn dəfə istəyirəm o mağazına bir də baş çəkeyim. Bu isə deməli nədir? Bu siz deyin. Bütün şeylər üçündür, amma əsas bunu mən niyə almışam? Hindi yoxdur. Allaha şükür, amma çox vaxt belə qırmızı balaca qarışqalar olur, onlar üçün almışam. Amma üstündə göstərib ki, hər bir şey üçündür. Hər bütün demək olar ki, həşəratlar üçün. Bir də bu mağazindən bu qədər sancaq aldım, böyükdür. Bilirəm, toxumaq üçün almışam. Bunları hərdən marker kimi istifadə etmək üçün. Bütün bunlar 50 qəpiyə. Və belə bir dənə böyüyünü aldım, 30 qəpiyə. Və bunların hamısına mən nə qədər xərclədim? 60 manat. Artıq səhərsi gündür qızlar və mən oyanmışam. Saat 7-8-ə işləyib. Hamı yatıb, mən isə oyanmışam və həmişəki kimi səhərimi bir stəkan ilıq sudan başlayıram. İndi isə son zamanlar heç aradan vaxt buraxmayaraq hər dəfə bu acıtma çörəyini bişirirəm. Çünki çox öyrəşdim. Bunun dadına çox xoşlayıram. Bundan həm də ki çox doyumludur. Bu arada bircə dəfə bu çörəyi qurtarmışdı. Mən həmişə aldığım əvvəlki çörəyi aldım və başa düşdüm ki, qızlar o çörəyi artıq yeyə bilmirəm. Hamı yatarkən mən də istəyirəm ki, oyanınacan isti-isti çörək bişirim onlara, qoyduranda onlar üçün isti çörək artıq hazır olsun. Bu dəfə 2 çörək üçün xəmir yoğurmuşdum. Dünən bütün günü bu xəmir deməli həm qalxmalı idi, həm də mən də ayrıca buna aid bir şortsum var. Orada görmüsünüz, 1-2 dəfə onu deməli tezdən elə bil ki yoğurursan. Bu proseslər eləmək üçün bir gün çəkir və sonunda gecəyə mən bunu xaladilnikə qoyuram və səhər isə duranda belə tez bir zamanda çörək bişirmək olur rahat-rahat. Çörək qoydum sobaya və çay dəmləyirəm. Son zamanları çox sevdiyim bu çaynikdə, bu çuqun çaynikdə çox gözəl çay dəmlənir. İndi isə səhər üçün bir çay dəmləyib qoyacağım bundan dəmləməyə. Çox xoşlayıram ki, səhər mən durum, hamı yatsın, biraz özümə vaxt ayırım və bugün belə günlərdən biridir. Belə günlər olanda elə bilirəm ki, daha çox bir şeylər çatdırdım və özümü çox rahat hiss edirəm. İndi isə keçirəm hamam otağına və buradan istəyirəm özümə maska seçim, üzümə də bir maska qoyum. Bu 2 maskadan birini seçmək istədim və seçimimi bu qara maskanın üzərində saxladım.
Sonra isə keçirəm dırnaqlarıma. Gördüyünüz kimi lak artıq çıxıb və dırnaqlarım uzanıb. Uzun dırnaq o qədər xoşlamıram son vaxtları, ancaq son vaxtları deyəndə bir yəqin bir 5 il olar ki, ancaq qısa dırnaqlara daha üstünlük verirəm. Nəsə özümü belə daha rahat hiss edirəm. Ona görə gördüyünüz kimi lakı da dəyişdim. Düzdür, bu lakın rəngi o qədər ürəyimcə olmadı, amma da artıq eləmişəm deyənə bir də dəyişmədim. Burada isə artıq birinci çörək bişib və mən onu çıxartmışam. Artıq sobaya ikincisini də qoyuram və indi istəyirəm göstərim sizə ki, nə gözəl alınır bu çörək. Üstü xırçıltılı olur, özü isə yumuşaq. Çox gözəl və dediyim kimi son vaxtlar ancaq bu çörəyi yeyə bilirəm. Artıq 10'a işləyib 14 dəqiqə. Mən sizə göstərmək istəyirəm ki, sizə bu vaxtacan nə qədər iş gördüm. Artıq demək olar ki, işimin çox hissəsini bitirdim və indi də heç kim oyanmayıb deyənə istəyirəm. Biraz da öz kitablarımdan, biraz işimlə bağlı məlumatları oxuyum. 11'e işləmişdi hamı duranda və demək olar ki, 1 saatda oxudum. Bu işlərimi görəndə çox rahat oluram ki, axşamacan başqa ev işlərini də görə bilərəm. Çünki ev işləri elədir ki, yemək bişirmək ya nəsə mütləq eləməlidir, amma bu işlərimi vaxtında eləməsəm qalır. Ona görə bunlara xüsusi vaxt ayırmaq istəyirəm. Hamı durandan sonra da özümə bir kofe elədim. Çünki bu kofe maşını biraz səs salır. Ona görə hamı yatanda risk eləyib bunu eləmirdim ki, birdən Emil oyanar. İndi isə rahat-rahat özüm üçün bir kofe də içə bilərəm. Beləliklə səhərim açıldı qızlar, amma hələ çox işlərim var və çox maraqlı işlərdir. Ona görə mənimlə qalın. İşlərimin bir hissəsi isə yenə də evlə bağlıdır deməli. İstəyirəm bugün pişiklərimi çimizdireyim, istəyirəm bugün akvariumu təmizləyim və balıqlarla maraqlanan hər kəs üçün bugün biraz balıqlardan danışacağım. Amma ilk öncə gedib paltarları sərim ki, onlar da tez qurusun. Ev işlərini bitirəndən sonra qızlar, mən ən böyük işimi bugün eləyəcəm. Bu isə bazara getməkdir, bazarlıq etməkdir. Mən isə 10 il olar ki, Basmoy bazarına getməmişəm və bugün istəyirəm ora gedim. Bacımla birlikdə istəyirik ora gedək və sizi də özümlə aparmaq istəyirəm. Sizə maraqlıdırsa oranın qiyməti, oranın vəziyyəti, mənimlə qalın. Baxın, bazarda nələr var. İndi isə qızlar keçirəm akvariumun təmizləməyinə. Akvariumu təmizləmək üçün belə bir drenaj almışam. Qarmoşka kimi belə bir drenajdır. Çox rahatlıqla suyu akvariumdan götürür. Əvvəllər mən təzəm ailə həyatı quranda yoldaşım ilə onların evində böyük akvarium var idi və oradan çox çətin olurdu suyu götürməyə. Çox əziyyətlə bu işləri görürdü və çox şeyi düzgün eləmirdi. Ona görə də balıqların çox su ölürdü və mənim heç bir həvəsim qalmırdı. Ümumiyyətlə balıqlara həvəsim yox idi, amma bu mənim gözəl balıqlarımı görəndən sonra balıqlara həvəsim daha artıb, sağ olsun Emil. Düzdür, bu yenə də bir yükdür, amma buna baxmayaraq çox gözəllikləri də var. Adam bunlara baxanda rahatlaşır və çox maraqlı olur ki, belə bir olmaqlarına baxmayaraq bunların da öz həyatı var. Bunların da hər bir deməli hərəkətləri nəysə bizə deyir, nəysə ifadə edir. Bunları daha dəqiqliklə, daha xırdalıqlarını öyrənəndə insana daha da maraqlı gəlir ki, bunlara biraz da baxasan, biraz da yaxşı qulluq eləsən ki, onlar da rahat yaşasınlar. Mən sizə demək istəyirəm ki, balıq almamış mütləq və mütləq onlardan hər bir şeyi öyrənin. Çünki biz səhvə yol verdik. Bizə balaca 2 dənə balıq hədiyyə eləmişdi, yadınızdadırsa, hədiyyə eləmişdilər. Biz isə getdik, akvarium biraz da boş qalmasın deyənə yenə 4 dənə balıq almışdıq. Daha doğrusu 5 dənə, çünki biri ölmüşdü, amma həmən vid balığından birini də almışdıq. Və bizə satıcılar dedi ki, bunlar hamısı bir akvariumda yaşaya bilər və biz aldıq. Bizdən nə soruşmadılar ki, akvariumun litrləsi nə qədərdir? Həmin o mağazindən bu akvariumu alsaq belə, amma bizdən soruşmadılar ki, litrəsi nə qədərdir akvariumumuzun? Ya demədilər ki, siz belə balaca akvarium alırsınız, bəs bu balıqlar orada hamı bir yerdə yaşaya bilməz. Bunların oksigeni çatmaz. Bizə demədilər ki, qızıl balıqlar daha çox suyu çirkləndirir və daha soyuq deməli temperaturda yaşamaq seçirlər. Amma o birisi 2 balığımız, skalari balıqları isə daha isti su istəyirlər və daha təmiz akvarium seçirlər. Ona görə bunlar hamısı bir akvariumda yaşamağı düzgün deyil. Həm də ki qızlar, deməli bu balıqlar böyüyür. Ona görə bu akvarium bunlar üçün çox balacadır. Həm də dediyim kimi temperatur baxımından bir-birinə uyğun gəlmir. Ona görə mütləq və mütləq mən bu balıqları 2 akvariuma bölməliyəm. İndi göstərdiyim sizə bunların yemidir. Yemə də baxanda fərqləri var. Deməli, qızıl balıqlar daha çox yerdən yeməyi xoşlayırlar, amma skalarilər isə yuxarıdan yeyirlər.
İndi mən yemi tökəcəm, bir baxın necə bunlar yeyirlər. Ən xoşum gələn vaxt buradır. Və bilirsinizmi, heç mən də bilmirdim. Akazvayca siz balıqları yedizdirirsinizsə, həmən o adamı balıqlar tanıyırlar. Siz akvariuma yaxın gələndə balıqlar ağzını açıb demək olar ki, yalvarırlar ki, sizə yem atasınız. Amma bunlara çox yem atsanız, onlar çox yeyib ölürlər. Ona görə gündə 2 dəfə ata bilərsiniz ya da ki, 1 dəfə. Nə qədər ac qalsa, o qədər daha yaxşıdır. Nəinki siz onları çox yedirdib və onlar doyanda hiss eləmirlər, ölürlər, çox yeyirlər. Və bir də deyim ki, sizə bu yerdəki qırmızı daşlar, qırmızı və ağ daşlar bizim bu qırmızı balıqlar üçün çox ziyanlıdır, qorxuludur. Çünki onlar yerdən yem yeyəndə ümumiyyətlə xoşlayırlar daşların arasında gəzsinlər, daşlarla oynasınlar. Bu daşlar o qədər balacadır ki, onların ağzına gedir və ağzına gedib boğulub ölə də bilərlər. Bunu da bizə satanda demədilər. Ona görə mütləq və mütləq balıqlardan hər şeyi öyrənin, sonra isə gedib bunları alın ki, həm düzgün seçim eləyə biləsiniz, həm də ki, düzgün onlara qulluq eləyə biləsiniz. Bir də ki, qızlar, suyu akvariuma tökməmiş, mütləq o su 3 gün qalmalıdır. Hansısa bir deməli qaba yığırsınız, ağzını açıq saxlayırsınız və 3 gün ev temperaturunda o su qalır. O su ev temperaturunda qalandan sonra 30% suyu akvariumdan boşaldırsınız. Qalan suyun üstünə isə bu siz saxladığınız 3 gün ərzində suyu əlavə eləyirsiniz. Mənim akvarium hal-hazırda balaca olduğu üçün mən bunu indi hər 3-4 gündən eləməliyəm. Amma akvarium böyük olanda bu isə bu qədər tez olunmur. Su batdıqca eləyirsiniz. Ümid edirəm ki, balıq almaq istəyənlər üçün bu mənim informasiyam faydalı oldu. Burada artıq deməli mənim jaketimi görürsüz, ısladıb qoymuşam. Bu da yaşlı qalacaq ki, imkan versə bu danışmağa. Bir gün qalacaq ki, formasını tutsun. Bir şey də aradım, bu qədər saç çıxdı, baxın. Şimdi bunu çıxardıram, bax bu qədər. İndi bunu istəyirəm, çimizdirim. Sonya vidna. Pişikləri isə ayda bir dəfə çimizdirmək olar, ən tezi ayda bir dəfə çimizdirmək olar. Bir ara keçən yay mən bunlara elə demək olar ki, ayda bir dəfə çimizdirirdim. Amma bu aralar biraz çox ara vermişəm deyənə bunlar da çox qorxmağa başlayıblar. Hər ayda bir dəfə yuyanda bunlar sakit dururdular, özlərini yaxşı aparırdılar. Amma bu dəfə çox pis apardılar özlərini, əsasən də sarısı. Bütün mənim ayaqlarımı cırmaqladı. Bu isə əslində bu çox aqressivdir bu pişik. Aqressiv deyəndə başqa insanları görəndə biraz aqressiyasını bildirir. Yəqin həm qorxusundan belə eləyir, həm də yəqin bizim qızımız başqa adamları xoşlamır. Amma çimizdirəndə özünü çox ağıllı aparır. Baxın nə yaxşı oturub sakit. Ümumiyyətlə məni o qədər cırmaqlamır heç vaxt, çünki bilir ki, mən ona pislik etməyəcəm. Amma dediyim kimi çimizdirməmişəm deyəndə bunlar belə özlərini biraz pis apardılar. Ona görə də indi tez-tez bunları çimizdirib çıxardıram ki, qoy biraz öyrəşsinlər. İndi çalışacağım ki, ayda bir dəfə çimizdirim ki, yenə də özlərini yaxşı aparsınlar. Mənim bunları çimizdirdiyim şampun bir aya da qarşıdır və ona görə bununla yuyanda çox gözəl olurlar, təmiz olurlar, bir də olmur. Və deyim ki, sizə bu dəfə çimizdirəndə o qədər bunlardan tük çıxdı. Ümumiyyətlə yay başlayarkən bunların tükləri çox tökülür. Qışda olmur belə, amma yayda çox dəhşət tükləri tökülür. Qış olsa da, yay olsa da mən bunları fenlə qurutmuram, çünki çox qorxurlar. Bizim evdə isti olduğundan mən bunları fensiz quruduram, ancaq dəsmalla, öz xüsusi dəsmalları var, hər ikisinin ayrı-ayrılıqda. O dəsmalla quruduram və buraxıram otağa. Amma mütləq pəncərələri bağlayıram, çünki çiməndən sonra pəncərələrin qabağında dursalar, onlarda həm konjunktivit ola bilər, həm də ümumiyyətlə soyuq dəymə ola bilər. Ona görə mütləq və mütləq istidə saxlayın. Biz isə bazara gedirik. Bazara gedəndə Nərmiş dedi ki, gəl Emili də götürək. Emili də götürdü, amma nə oldu qızlar? Getdik bazara çatdıq. Emil dedi ki, yox, mən evə getmək istəyirəm. Heç bazarı görmədi, amma başa düşdü ki, burada heç bir yaxşı bir şey yoxdur. Ancaq gəzməli olacağı çoxlu. Ona görə də qayıtdılar evə və mənlə bacım ikimiz başladıq bazarı gəzməyə və belə gözəl gülləri gördük girən kimi. Sonra burada nələr var idi qızlar? Belə bir ət store mağazini var. Ora getdik. Orada başqa ölkələrdən gətirən ətlər var. Onlardan biraz aldıq. Biz Ukrayna ətindən aldıq. Burada Ukrayna ətini satırlar. Çox münasib qiymətdə. Mən birinci dəfə alıram. Aldım, bu dəfə baxım necə olacaq. Bunlar isə belə bir tam məzə deyilən bir mağaza var. Orada hər növ balıqlar, krevetkalar, hər bir şeylər var. Orada baş çəkdik. Sonra isə adi bir bazara gəldik, həmişə bildiyimiz və burada da həmişəki kimi heç nə dəyişməyib. Tərəvəzlər, meyvələr satılır və bir də belə araya bir gəldik. Gördük ki, burada çoxlu deməli sveji balıq var. Bundan da biz bir dənə farel aldıq.
Burada isə gördüyünüz kimi balıqları suda da saxlayırlar ki, canlı qalsın. Bu balığın adını Azərbaycan dilində bilmirəm. Son balığıdır, hansının ki belə bığları var. Sonra isə qaydanda biz girdik bizim bol marketimizə və buradan da bizə lazım olan bəzi adi market məhsullarından da aldıq və nəhayət ki qayıtdıq evə. Здесь 0,6. Сколько? Здесь 0,6. Deməli nə aldıq? Biz belə bir ət aldıq. Bu ət dondurulmuş ətdir. Ət stordan aldıq. Basmoy bazarın yanında yerləşir bu məkan. Bunu mən almışam. Bunu da bacım burada hardasa 2 kilodur. Burada 2 kilodan biraz az. Sümüksüz dondurulmuş ətdir. Buradan quyruq aldım. Burada da 2 kilodan çox quyruq var. Deməli ətin kilosu burada 3 manat 50 qəpik idi. Qol ətidir bu. Dediyim kimi sümüksüz. Quyruğun qiyməti isə 7 qızlar ya da 13 manat. Tam yadımda deyil. Deməli, bazardan yenə də pomidor aldıq. Bir de belə yerə getmişdik. Burada, oradaydı bir tam məzə. Buradan nə aldıq? Saçaqlı pendir. 6.60-a kilosu isə bizdə deməli 825 qramdır. 6.60 aldıq. 8 manatlı kilosu düzdür üstündə yazılıb. Sonra belə balıqlar aldıq. Bu nə balıq idi? Bu nə balıq idi? Farel balaca. Farel balaca 3 dənə aldıq. Biri 2 manataydı. Sonra belə balaca qıraq deyim də belə yanları. Balıqların ən yaxşı, gözəl, yağlı yerləri. Bu da kilosu 17 manat idi. Görürsünüz biz başta 500 qram almışıq da belə deyim 8.25-ə. Və bir dənə də bu farel idi. Bir dənə də belə farelin yarısı. Ətli, gözəl. Nadı çıxartmaq. Balığın tam yarısıdır görürsünüz. Sonra 5'i 1 manata göyərti aldıq. Sonra 4 manata yarpaq aldıq. Lobiya aldıq 2 manataydı. Bir de biber aldıq. Bu biberin kilosu, bu da hələ yaşıl da var burada. Hamısının kilosu 4 manatdan idi. Və bura qoymamışam, amma biz sveji fareldə almışıq. Sveji fareldə almışıq. Prosta onu bura qoymadım. Onu indi biz marinad eləyəndə göstərəcəm sizə. Kilosu 12 manataydı. Bu qədər bazarlıq. Bir də indi göstərəcəm marketdən aldıq. Bu da marketdən aldığımız məhsullar. 12 dənə Milla 3%. 3 dənə belə smetana aldıq. 3 dənə bundan, çünki bundan bitdi. 0%'lık Dr. Milk. Belə bir dənə pendir aldıq birinci dəfə. Prodem. Tərkibi yaxşıydı, ona görə aldıq. Bu cəmi 3 manatdır. Deməli, belə kəsmiyi də aldıq kilo ilə. Biraz közləməsə qaldı. İndi tez yemək üçün, çünki biz başlamalıyıq bunları eləməyə. Vaxtı yoxdur bir şeylər bişirmək üçün və balıqla kartoşka qaynatacağıq ki, balıq yemir, onun üçün sosisi çıxam. Kim hər ikisini yeyir, hər ikisini yeyə bilər. Kartoşka. Marketdən cəmi 75 manat belə deyib də xərclədim. Bu isə o dediyim sveji fareldir. İndi bacım bunun içini, sümüklərini çıxardıb, filesini saxlayıb gözəl bir marinad eləyəcək. Hansı ki, mağazinlərdə satılır. Çox dəhşətli qiymətdə. Burada isə evdə eləsək həmin şey alınır, amma ki çox sərfəli qiymətə. Çünki burada demək olar ki, qızlar bu balıqda 2 kilodan çox çəki gəlir və cəmi kilosu 12 manata bu boyda balığa biz 23 manat verdik. Və bunu indi dediyim kimi marinad edib 3 gün saxlayırıq və sonra hələ mağazində satılan marinovanı farel qırmızı balıq bizdə özümüzdə eləmiş oluruq. Və kilola aldığımız bu kəsmikdən mən isə evdə düzəldilmiş, ərimiş pendir hazırlayacağım. Deməli bunun üçün əslində bir porsiyasını deyim sizə. Bir porsiyasında 500 qram kəsmiyi olur, 2 yumurta olur, 1 çay qaşığı duz olur. Amma xırda duz götürün qızlar, çünki mən bu duzu elədim, biraz duzlu çıxdı. Sonra soda çay qaşığının ucunda və yarım çay qaşığı olacaq limon suyu. Məndə isə 2 porsiya olduğundan hər şeydən 2-2 atdım. Sonra isə bura biraz da yağ əlavə edirik. Bir porsiya üçün. Deməli bir porsiya üçün dediyim kimi 500 qram kəsmik və 100 qram kərə yağını əridirsiniz ayrıca və bura əlavə edirsiniz.
Sonra blenderdan hamısını keçirdirsiniz. Teksturası eyni olandan sonra bunu hansısa bir kazana ya bir tavaya qoyursunuz və qazın üstündə qarıştıra bunu qaynadırıq. Tam o vaxtacan ki özünüz görəcəksiniz ki bu artıq əriyib. Artıq mən bunu qızlar 3-cü dəfə eləyirəm və eyni reseptdən. Sadəcə olaraq biz aldığımız bu deməli kəsimi 18% olduğundan biz fikirləşdik ki, qoy buna biraz az yağ tökək. Ona görə də yağı 2 porsiya üçün 1 porsiya yağını tökdük deyənə biraz o qədər yaxşı ərimədi. Amma mən sizə yazacağım videonun altında tam düzgün porsiyasını və ona gedən məhsulları siz eləsəniz çox gözəl alınacaq. Mütləq gələn videoların birində daha dəqiq porsiyanla mən sizə göstərəcəm ki, nə gözəl alınır. Biz isə xəmir yoğurduq, deməli nə bişirdik? Bir də biz tvarojni, kəsmili xaçapurilər bişirdik və dondurmağa qoyduq. Sonra isə indi isə vatruşkalar bişiririk. Vatruşkalar ya da zapikanka necə istəyirsiniz deyə bilərsiniz, bunu adlandıra bilərsiniz. Bir dənə böyük də eləyə bilərsiniz bunu ya da bizim kimi balaca porsiyon eləyə bilərsiniz. Bizim kimi eləyib morozelkaya qoymaq daha rahat olur. Çünki hər dəfə istədikcə biraz çıxardıb yemək olar. Amma bir dənə böyük eləsə onu biraz morozelkaya qoymaq problemlidir. Amma kimin morozelkası daha böyüksə elə də eləyə bilər. Və bunların hamısının reseptini videonun altında saxlayacağım sizin üçün. Kim bizim kimi bişirmək istəsə buyurub bişirə bilər. Üstünə isə həmişəki kimi deməli mənim buzluğumda olan gilə meyvələri əlavə edirik. Hal-hazırda bu qarağatdır, qırmızı qarağat. Biz bunları eləyərkən Nərmiş də bizim üçün yeni bir növ pendir hazırlayır ev şəraitində. Deməli saçaqlı pendiri götürür, onu biraz didir, bir qaba qoyur, üzərinə 33% olan qaymağı əlavə edir, yaxşı qarışdırır və saxlayır belə 3 gün soyuducuda. Sonra isə çıxardıb yeyə bilərsiniz. Çox gözəl bir dadlı pendir olur. Adı da stracciattellidir. Bizim isə bugün bişirdiyimiz səhər yeməkləri məncə hamının xoşladığı, əsasən də uşaqların çox xoşladığı bir yeməklərdir və hamınız bunları yoxlaya bilərsiniz. Sizin də uşaqlarınız pendir xoşlayırsa ya da ola bilsin ki, heç kəsimi yemirlərsə, amma belə bir şirniyyatlarda mütləq yeyəcəklər. Bişirib baxa bilərsiniz. Əgər heç vaxt sınamamısınızsa mütləq sınayın. Çox dadlı olur. Sadəcə olaraq şəkəri öz zövqünüzə görə çoxalda bilərsiniz ya da azalda bilərsiniz. Qalan bir şeylər hamısı reseptdə sizin üçün saxlayacağım reseptdə olduğu kimi eləyərsiniz. Çox dadlı olur. Mən sizə təşəkkürümü bildirirəm ki, sonacan bu videonu izlədiniz. Sonacan mənimlə qaldınız. Mənim kanalıma hələ də abunə olmamısınızsa abunə olmağı unutmayın. Sizin dəstəyiniz məni yeni vloqlar çəkməyə daha da motivasiya edir.